Salam, fiqurların sahəsi mövzusunda 46 nömrəli suala baxırıq. ABCD kvadrat MCK isə hipotenuzu 4/2 olan bərabər yanlı üçbucaqdır. Deməli, baxın MCK bu üçbucaqdır. Bərabər kvadrat olduğuna görə hər bir bucağı düzbucaqdır. Və deyir ki, bərabər yanlıdır. Deməli, bu bərabər yanlı düzbucaqlı üçbucaqdır. Hipotenuz MK 4/2-dir. Yan tərəflər olacaq 4. Çünki bərabər yanlı düzbucaqlı üçbucaqdır. Hipotenuz katetin kök 2 mislinə bərabərdir. İndi buradan biz bu MCK üçbucağının sahəsini tapa bilərik. Burada yazırıq üçbucaq MCK katetləri hasilinin yarısı olacaq 8. İndi burada ifadədə yerinə qoyuram. MCK üçbucağının sahəsinin beşbucağının sahəsinə nisbəti, yəni burada qalan fiqurun sahəsinə nisbəti bərabərdir 9/1. Buradan çarpaz vuranda alınır 72. Yəni bu qıraqda qalan ABMK 4 bucaqlısı, ABMK 5 bucaqlı hətta 5 bucağının sahəsi 72-dir. Bunun sahəsi 72-dir, bunun sahəsi 8-dir. Deməli, ümumi kvadratın sahəsi olacaq 72 üstə gəl 8, 80. Deməli, ümumi kvadratın sahəsi 80-dır. Kvadratın sahəsi də tərəfin kvadratına bərabərdir. A kvadratı bərabərdir 80-a. Buradan da A bərabərdir kök altda 80. Yəni 16 vur 5 olacaq 4/5. 4/5. Bizdən kvadratın perimetrini soruşur. Kvadratın perimetri 4A. 4'ü də 4/5'e vuranda olacaq cavab 16/5. Suallara görə Polada təşəkkür edirəm. Sağ olsun, hər gün yeni topluldakı yeni suallarla tanış edir məni. Həqiqətən də bu iki toplunu müqayisə etməyə, yeni suallara baxmağa heç vaxtım yoxdur. Poladın sayəsində həm siz, həm də mən yeni suallarla tanış oluram. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Sağ olun.